Bütün yarış boyu sənin azarkeşlik etdiyin komanda mən hələ də aşkar eləyə bilməmişəm. Bəli. Var. Tamaşaçılara da bu maraqlıdır. Düşünürəm ki, bu sonda bəlli olacaq. Sonda mən qalib komanda azarkeşlik edirəm. Ona görə bu yəqin ki, yalnız sonda biləcəm. Hansı komanda qalib gəlsə sən o azarkeşisən. Deməli, burada hansı komandanın qalib gələcəyinin əslində mənim üçün heç bir fərqi yoxdur. Çünki istənilən halda sərhədçi qalib gələcək. Düzlət! Farad! Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinə çıxmağa əmr edirəm. Sərhəd növbətinin növü, sərhəd yüzətçisi, mühafizə olunan sahələr, 16-cı, 17-ci sahə. Tapşırıq, dövlət sərhədinin cəzasız yarılmasının qarşısını almaq. Azad! Sağa! Dön! Addımla! Boş! Əhmədov Bəxtiyarla Ağayev Nahid altına xidmət çıxmışdılar. Sərhəd naryadı başçısı mən seçildim. Sərhəd naryadının üzvü də Ağayev Nahid seçildim. Mən iştirakçılarımızın yeri gəlmişkən belə yaxşı at mindiyini bilmirdim. Burada şahid oldum bəzi əskərlərin. Hər bir sərhədçi at minməyi bacarmalıdır. Dövlət sərhədinin mühafizəsində iştirak edən, faydası olan Qarabağ atlarıdır. Qarabağ atlarının özəlliyi ondadır ki, onlar çətin şəraitdə əskərlərlə bərabər xidmət apara bilirlər və həqiqətən sərhədçinin əsl dostuna çevrilirlər. Ən çətin şəraitdə, ən keçilməz yollarda daima sərhədçilərin yanındadırlar. Bəli. Sərhədçilər də daima onların qayğısını çəkir. Vəfalı dostlarımız. Vəfalı dostlarımız, bəli. On 16-cı, 17-ci sahəsində 2 pozuz aşağı edilmişdir. Və biz silahlandıq və həmin nöqtəyə hərəkətə başladıq. Komanda gəldi ki, sərhəd pozucusu var. Komanda olaraq biz sərhəd pozucusu olan tərəfə istiqamətə hərəkətə başladıq. Biz 16-cı sahədən 17-ci sahəyə doğru hərəkət edirdik. Sahədə atla irəlilədikdə Siqnal gəldi ki, rabitə vasitəsilə sərhəddə pozulluq halı baş verib. atdan düşəndən sonra baxdıq ki, həqiqətən ayaq izləri var və Əhmədov Bəxtiyar ayaq izlərinə baxırdı. Və gördük ki, 2 nəfər sərhədə pozuldu. Rabitə ilə Zastavaya əlaqəyə çıxdıq. Məlumat ötürdüm ki, 17-ci sahədə dövlət sərhədi Azərbaycan Respublikası istiqamətində 2 nəfər tərəfindən pozulub. Təqibə başlayıram. Əhmədov Bəxtiyar ayaq izlərini izləyirdi və ətrafı müşahidə edirdi və mən də ki, ayaq üstə və diz üstə binokulla bütün hər yeri müşahidə edirdim. O vaxtda da o biri komanda yoldaşlarımız 4 nəfər gəldi və biz qrup şəklində başladıq fəaliyyətə.
ayaq izləri nəşr edirdilər və onlar düzgün tapdılar. Biz də ona doğru ilerlədik. Biz ora gücləndirmə kimi gəldik və dükanın məftilləri aralayıb arasından keçdik və naryadlar da orada idi. Bizi gözləyirdilər. Naryadları gördük və onlara yaxınlaşdıq. Biz həmən yaşıllığa çatdıqda artıq zəncirvari açıldıq və artıq əməliyyat başlamışdı.